وقل رب زدني علما. Elhamdülillahi Rabbil alemin. Və salatu və salam ala nəbiyyina Muhammed və ala alihi və sahbihi əcma'in. Əmmə bə'd. Deməli, qardaşlar, Minhəcül Qasidin kitabına davam edirik sizinlə. Minhəcül Qasidin kitabı həqiqətən çox möhtəşəm, faydaları gözəl, elmin sirlərinə, dəqiqliklərə toxunan kitablardan biridir. Və necə ki, istəyirəm bugün 4-cü gün olduğu üçün, yəni sabah cümə günüdür. Cümə günü haqqında olan bu kitabda bəzi məqamlara diqqət edək İbn-i Cavzi Rahiməhullahın gətirdiyi. Və İmam İbn-i Cavzi Rahiməhullah buyurur ki, fi ədəb tətəalləq bi salat-ı cümə və yevmül cümə. Deyir ki, cümə namazı ilə və cümə günü ilə bağlı olan bəzi ədəblər, yəni sünnələr haqqında. Deyir, bunlar deyir, 15 dənədir. Bunlar 15 dənədir. Cümə günü ilə bağlı olan, yəni sünnələr. Birinci deyir ki, əhəduhə, onlardan birincisi, 4-cü gündən ən yəstəiddə ləhə min yevmil xamis və fi leylətil cümə. Deyir ki, 4-cü gündən və cümə gecəsindən cümə üçün hazırlaşmaq lazım. Bax, indi biz 4-cü gündəyik. Yəni bizdə indidən bir nə olmalıdır? Bir hazırlaşmaq, bir abu-hava olmalı ki, sabah cümə günüdür. Cümə gününə hazırlaşmaq abu-havası olmalıdır. Bir tanzif və qusl-i siyab, təmizlənmə, paltarları yuma, ədəd mə yəsluh ləhə. Cümə günü üçün bizi islah edən, bizi o cümə namazına hazırlayan şeyləri hazırlamalıyıq bugündən. Hazırlaşmaq ibadətin müvəffəq olmağın ən böyük səbəblərindən. Hazırlaşmaq ibadətə müvəffəq olmağın ən böyük səbəblərindən. وَلَوْ أَرَادُوا الْخُرُوجَ لَأَعَدُّوا لَهُ عُدَّةً. Əgər onlar Allah üçün çıxmaq istəsəydilər, nə edərdilər? Hazırlıq görərdilər. Kim üçün nazil olmuşdu? Kə'b bin Məlik haqqında və onunla bağlı, onunla bərabər 3 nəfər var idi. Onunla bağlı 2 nəfər var idi. Yəni onlar hamısı 3 nəfər idi ki, əgər çıxmaq istəsəydilər, hazırlıq görərdilər. Deməli, insan bir əməli etmək üçün mütləq nə etsin? Gərək onun üçün hazırlaşsın. Çünki hazırlaşmayan insan müvəffəq olmur. Hazırlaşmaq lazım. Və sonra ikinci odur ki, cümə günü üçün yuyunmaq. Əl-iqtisal fi yevmihə. Cümə günü üçün yuyunmaq. Kəmə cəə fil əhədis fi sahiheyn. Necə ki, Buxar Müslim'in yəni, kitablarında bu barədə hədislər rivayət olmuşdur. Peyğəmbər sallallahu əleyhi və səlləmdən səhih isnadla "Vəl-əfzal fil-iqtisal yəkuna qabla-rəvah ilayhi bi zamanin yasir." Çox gözəl fayda deyir. İbn-i Cavzi Rahiməhullah deyir ki, daha yaxşıdır ki, nə qədər ki cümə namazına getməyə az qalıb o vaxtı çiməsən. O vaxtı qüsl alasan. Çünki bəzi insanlar görürsən ki, səhər tezindən qüsl alır, sonra gəlib elə bir iş görür ki, həyatda, bacada təriyir və batır. Sonra deyir ki, mən cümə üçün qüsl almışam. Cümənin qüslunun əsas məqsədi nədir? Cüməyə təmiz getmək. Necə ki, İmam Buxarinin digər rivayət edildiyi hədisdə Peyğəmbər sallallahu əleyhi və səlləm cüməyə tər tökülə-tökülə gələn insanları, kişiləri görüb deyir ki, yaxşı olardı ki, bunlar nə edərdilər? Qüsl alardılar, çimərdilər. Yəni cümə üçün çimmək lazım. Və diqqət elə bu hədisə, bu hədis qədər faydası, savabı daha çox olan hədis mən bilmirəm. Deyir ki, mən iğtəsələ yevməl cüm'əti və iğtəsəl. Kim cümə günü yuyunarsa və dəkərə və btəkərə, evindən tez çıxarsa cümə namazına, deyir ki, və məşə və ləm yarkəb, deyir ki, piyada gedərsə və miniyə minməzsə, diqqət et, bax, yuyunmaq, tez çıxmaq və piyada gedərsə və miniyə minməzsə, və yədnu minəl imam, imama yaxın oturarsa, və yəstəmi'ləhu və ləm yəlğu, deyir ki, onu yaxşı dinləyərsə və ləğv etməzsə, yəni xütbə vaxtı danışmazsa və ya əlavə bir hərəkət etməzsə və ya kiməsə sus deməzsə, ləğv budur. Hansı ki, bunlar yəni, müxtəlif hədislərlə qadağa gəlir. Hətta cümə xütbəsi vaxtı kiməsə sus demək olmaz. Cümə xütbəsi vaxtı olmaz ki, yanında uşaq danışır, o biz danışır, sus deyə Allah Resulü sallallahu aleyhi və səlləm sahabələri cümə xütbəsi vaxtı
Peyğəmbər sallallahu əleyhi və səlləmə tərəf yönələrdilər, sanki onlar dövrə vurmuş kimi, imamı dövrə vurmuş kimi, yəni ətrafında oturardılar. Peyğəmbər sallallahu əleyhi və səlləmin deyir, onlar elə oturardılar ki, sanki onların başlarına quş qonmuşdu. Tərpənmirdilər. Yəni biraz tərpənsəm quş uçacaq. Fikir ver. Yəni onlar deyir, heç tərpənməzdilər. Onları odun kimi görən. Necə ki, bu barədə o salihlərin, sələflərin namaz halı olub. Onlar cümədə, xütbə vaxtı bu halı nə ediblər, yaşayıblar. Necə ki, bu Urva ibn Zübeyrdən nəql olunur ki, o namaza duranda deyir, sanki odun parçası idi. Sanki odun parçası idi. Səcdəyə gedəndə asafirlər, sərçələr deyir, onun belinə qonardı, bilməzdilər, odundur yoxsa insandır. Yəni, o qədər hərəkətsiz saatlarla səcdədə qalırdı. Fikir ver. Amma sahabələr həmin halı cümədə də yaşayıblar. Və sonra nə deyir? وَلَمْ يَلْغُوا وَلَمْ يَلْغُوا yəni imama qulaq asar və deyir, ləğv etməzsə və sonra nə deyir? Deyir, كَانَ لَهُ كَعَمَلُ سَنَةٍ أَجْرُ كَانَ لَهُ بِكُلِّ خُطْوَةٍ عَمَلُ سَنَةٍ أَجْرُ صِيَامِهَا وَقِيَامِهَا deyir, onun hər atdığı addıma görə, bax, evindən çıxıb, məscidə qədər getdiyi hər atdığı addıma görə, deyir, bir addıma bir ilin orucunun və gecə namazının savabı yazılır. Orucunun və namazının savabı. Bir addıma, yəni, həmin halda sən yuyundun, tez çıxdın, getdin və imamı, bax, axıra qədər dinlədin, imama yaxın oturdun və ləğv etmədin cümə xutbəsini. O atdığın addımların hər biri bir addım, bir il, elə bir oruç tutmusan, bir il gecə namazında olmuşsan elə bir. Təsəvvür et, Allahu Akbar. Gör, nə qədər böyük savabdır. Yəni, buna əməl etmək lazım. Bax, cümə günü yuyunmağın belə böyük faydası var. Və həmçinin üçüncü fayda ət-təzyin bitanzifil bədən. Deyir ki, bədəni təmizləməklə neynəmək? Bəzənmək cümə üçün və dırnaqları tutmaq, misvaqdan istifadə etmək, yəni və həmçinin artıq bədəndə olan əmr olunmuş tükləri götürmək və s. bunlar cümə namazı üçün və həmçinin gözəl ətirdən istifadə etmək. Yəni gözəl, insanlara əziyyət verməyən ətirdən istifadə etmək. Və həmçinin dördüncü namaza tez şəkildə çıxıb piyada getmək, hansı ki o hədisin içində keçdi və İbn Cəvzi rahimehullah bunu dördüncü faydada gətirir. Və həmçinin deyir ki, yənbəği lis-sə'i iləl-cəmi ən yəmşiyə bis-sukutun və xuşu. Bu çox gözəl ədəblərdən biridir. Peyğəmbər sallallahu əleyhi və səlləm namaza gedəni vüqarla, xuşu ilə, sakit şəkildə getməyə əmr etmişdi. Və alimlər deyir ki, Şeyx Fovzan hafizahullah təala onun deməli yəni kitabların birində deyir ki, deməli orada deyir ki, insan deyir, gedəndə sələflər deyir, başlarını yuxarı qaldırıb evlərə baxmazdılar. Gedəndə başlarını yuxarı qaldırıb evlərin pəncərələrinə, aynalarına baxmazdılar. Deyir, onların deyir, gözləri yerdə olardı. Onların gözləri yerdə olardı və onlar həmçinin başını qaldırıb harama da baxmazdılar. Yəni ki, ona görə bu ədəbdir, bu xuşudur, bu yəni nədir? Sükutla getməkdir. Və Şeyx Albani rahimehullah deyir ki, günümüzdə ən az əməl olunan əməllərdən biridir. Ən az əməl olunan əməllərdən biridir. İnsanın namaza gedərkən başqa yerlərə baxmaması. Yəni düz getməsi. Çünki bu adamı hətta namazda belə nə edir? Xuşlu olmağa müvəffəq edir. Çünki insan nə qədər baxarsa, ona fikirlər gələr. O fikirlər də onu namazda yayındırar. Və bu barədə inşallah namazda olan xuşu barəsində gələn dərslərdə danışacağıq. Bu barədə böyük İbn Cəvzidən böyük tövsiyələr var. Yəni namazın sirləri haqqında. Və sonra buyurur ki: "Və yanul i'tikaf fil məscid ilə vaqti xurucihi." Niyyət etməlidir ki, məsciddən cümə namazı qutarana qədər çıxmayacaq. Və məsciddə i'tikaf edəcək, yəni həmin günü. Məscidə gələndən sonra. 5-ci fayda: "Əllə yətəxatta riqabən nəs." Əgər məscidə gəldin, gördün ki, insanlar artıq yəni yerlərini tutublar. Hətta qabaqda bir boş yer görsən belə, insanların çiyinlərin yəni arasından, üstündən keçmək qadağa gəlib şəriətdə. Qəti qadağandır, olmaz. Və insanlara əziyyət verməkdir. Bu barədə şiddətli hədislər varid olub. Harada boşluq tapsan, otur orada. Sonra insanlar namaza duranda qabağa gedəcəklər.
qabağa gedəcəklər və sən də onda boşluqları doldurarsan və sonra deyir ki, bax nə deyir? Gözəl faydadır. İllə ən yara deyir ki, və la yufarriq beynə isneyn. Yəni həmçinin iki oturan insanın arasına girməsin. Aleykümselam və rəhmətullah. İki oturan insanın arasına girməsin. İllə ən yara furcətən yətəxatta iləyhə. Ancaq deyir, böyük yer taparsa, yəni iki nəfər oturub, artıq böyük yer var, orada oturmaq problem deyil. Əyləşin qardaş. Deməli, orada oturmaq problem deyil. Sonra deyir ki, əllə yəmurra beynə yədəyi musalli. Və deyir, 6-cı fayda, namaz qılanın qarşısından keçməkdən çəkinməlidir. Çünki Peyğəmbər sallallahu əleyhi və səlləm nə deyir? Deyir, mən 40 gözləyərdim, amma keçməzdim. Deyir ki, əgər bilsək ki, namaz qılanın qabağından keçməkdə nə qədər günah var, deyir, 40 gözləyərdi və keçməz. Bəzi alimlər deyir ki, 40 gün, 40 saat, 40 gün, 40 ay, 40 il deyənlər var. Yəni, o qədər gözləyərdim, yəni, o qədər günahdır. Və bunu, yəni, alimlər deyir ki, bu Məscidül Haram və qeyri-Məscidül Harama aiddir. Yəni, Məscidül Haramı xüsusiləşdirmək ki, ora aid deyil, bir dəlil yoxdur bu arada. Aydınmı? Yəni, bu arada bir dəlil yoxdur. Və sonra 8-ci odur ki, deyir, əgər 7-ci, əgər görsə ki, birinci səhvdə yer var, birinci səhvi tələb etsin. Çünki birinci səhvdə mələklərin duası var. Ancaq illə ən yara munkəran fəyəsmə'hu fəyəkunu ləhu fit-təəxxuri udrun. Deyir ki, əgər deyir, o birinci səhvə gecikib, onu gecikdirən münkərdirsə, yəni hər hardasa bir münkər gördü, o münkəri gözəl şəkildə inkar etməsi. Deyir, o nə gözəl olar ki, münkəri inkar etsin, hətta birinci səhvə geciksə belə. Bu barədə İmam Albani'nin, yəni həccin ümrənin faydaları kitab, yəni əhkamları kitabında deyir ki, Allah Azze və Cəllə həcdə mübahisəni eləyib, qadağan edib. Amma deyir, əgər insan əl-mücadilə billəti hiyə əhsən, gözəl şəkildə bidəti, münkəri inkar edirsə, bu mübahisədən sayılmır. Çünki onu inkar etmək həcc və qeyri-həccə nədir? Aiddir, ayə ümumi gəlib. Deyir ki, və cədilhum billəti hiyə əhsən. Onlarla gözəl şəkildə mücadilə elə. Və həmçinin cümə gündə elədir. İnsan bir münkər görərsə, gözəl şəkildə münkəri inkar etsin. Yəni ki, gözəl şəkildə onu dəyişdirməyə çalışsın əli ilə. Yəni, əgər gücü çatmasa, dili ilə, ona da gücü çatmasa, heç olmasa qəlbi ilə ona nifrət etsin həmin günaha, həmin münkərə və hikmət, yəni daxilində bu barədə qaydalar var, təbii ki. 8-ci, əgər imam minbərə çıxarsa, nafilə namazını və zikr etməyi dayandırsın və müəzzinə neynəsin, icabət etsin. Və Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, müəzzin azan verəndə neynəyin? Onun dediklərini siz də təkrarlayın. Və sonra da deyir, sakitcə xütbəni dinləsin və heç bir hərəkət etməsin, yəni artıq hərəkətlər və həmçinin danışıqlar etməsin. Və sonra 9-cu, deyir, cümədən sonra istəsə 2 rükət, istəsə 4 rükət və hətta istəsə deyir 6 rükət namaz qılsın. Cümədən sonra istəsə 4 rükət. 2 rükət. İstəsə 4, istəsə 6. 6 rükətə dəlil bilmirəm. Yəqin ki, imam, yəni İbn-i Cəvzi rahimehullah nəsə bir dəlil bilir. Ona görə deyir. Amma Peyğəmbər sallallahu əleyhi və səlləmdən 2 və 4 rükət namazlar varid olub. Burada heç bir fərq yoxdur. Yəni bəziləri deyirlər ki, və bu İmam İbn Qayyim, həm Şeyxülislam İbn Teymiyyənin rəyidir ki, 2 rükət məsciddə, 2 rükət də evdə. Yəni, yaxud da 4 rükəti tam məsciddə qılırsan, əgər 2 qılırsansa məsciddə, mütləq 2 də evdə qılmalısan. Bu barədə heç bir fərq yoxdur. Yəni, bu Şeyxülislamın sözü, yəni Şeyx Albani rahimullahın sözünü deyirəm təbii ki. Deyir ki, Şeyxülislamın sözü və İbn Qayyimin sözü, yəni bu məsələdə racih deyil. Yəni, 2 rükət məsciddə, 2 rükət evdə qılmağa sarih bir dəlil yoxdur. Və İbn Qayyim rahimullah İbn Umarın feilindən neyiniyib? İstinbat edib bunu. Halbuki İbn Umarın feili ona dəlildir. İbn Umar sünnəyə əməl edib. Bəzən məsciddə 2 qılıb, bəzən evdə, bəzən 2 məsciddə qılıb, heç evdə 2 qılmayıb. Aydındır? Yəni, Peyğəmbər sallallahu əleyhi və səlləm bir hədisdə deyir ki, kim istəsə cümədən sonra 2 rükət namaz qılsın və bir hədisdə kim istəsə 4 rükət qılsın. Amma elə bir şərt yoxdur ki, kim əgər 2 rükət məsciddə qılırsa, qoy ikisini də
gedib evdə qılsın. Belə şey. Sən 2 qıl, sən 4 qıl, sən o 2-ni məsciddə qıl, sən evdə qıl, sən o 4-ü məsciddə qıl, sən 4-ü evdə qıl. Evdə də gedib 4 rükət qılmaq heç bir vələ haraca, feyzəlik heç bir problem yoxdur. Və sonra 10-cu faydalardan əgər kim əsr namazına qədər məsciddə qalarsa cümədən sonra, yəni bu bəyənilən böyük əməllərdən biridir. Və sonra deyir ki, hətta məğribə qədər qalmağı daha əfzəldir. Və hətta əsrdən məğribə qədər qalmaq, yəni duanın qəbul olmasının böyük səbəblərindən biridir. Və həmçinin deyir 11-ci, dua qəbul olunan saatı izləsin cümə günü. Və bu saat haqqında alimlər ixtilaf ediblər. Və bəzilər deyiblər ki, bu saat necə ki Əbu Musadan gələn hədisdə innəhə mə beynə ən yeclisəl imam ilə ən taqdiyə salə. Bu deyir, imam minbərdə oturandan namaz bitənə qədər olan vaxtdır. Həmin vaxt bu barədə hədis var. Yəni bu necə ki bu hədisi imam yəni Müslim rivayet edib. Və həmçinin bir hədisdə də gəlib ki, hiyə mə beynə firağil imam minəl xutbati ilə ən taqdiyə salə. Bir rivayətdə də gəlib ki, o imamın xutbədən ayrılan. Biri var imam oturandan namaz bitənə qədər. Bir rivayət gəlib ki, o imamın xutbəni bitirəndən sonra namaz bitənə qədər. Başqa rivayət gəlib, Cəbirin rivayəti gəlib, nə deyir? İnnə əxir səətin ba'dəl asri. O, əsrdən sonra axırıncı saatdadır. Məğribə 1 saat qalmış. Məğribə 1 saat qalmış. Yəni, həmçinin Ənəsin hədisində də gəlib ki, İltəmisuhə mə beynə salatil əsri ilə qurubi şəms. Ənəsin hədisi və Cəbirin hədisi, yəni gəlib ki, yəni Ənəs deyir ki, onu əsrlə məğrib arasında axtarın həmin vaxtda. Qal Əbu Bəkir Əsram. Əbu Bəkir Əl-Əsram rahimehullah deyir ki, la təxlu həzil əhədis min vəçeyn. Bu hədislər 2 yəni növ gəlib. Yəni biri gəlib cümə xutbəsi vaxtına, elə deyilmi? Və ya xutbə bitirəndən namaza, hansı ki dedik bunları, yəni sanki cümə gününün ortasına gəlib. Cümə namazına yaxın bir vaxt edir. Bir də hansı vaxtı? Axır saatdır. Gözəl izah edir. Deyir ki, İmmə yakuna ba'duha asahhu min ba'din. Deyir ki, ya bu hədislərin bəziləri o birisilərindən daha səhihdir, daha səhih. Daha səhih olanlar əməl olunur, o birisilər nə olur? Şəd. Yəni ona görə deyir, daha asahdır. Daha asaha əməl elə. Çünki hədis elmində bax bunu Quranilər, savadsızlar, hədis elmindən qram başı çıxmayanlar görürsən ki, bu məsələdə başa düşməyiblər məsələni. Ki, bu hədisləri necə əməl edək? Və ona görə nə ediblər? Problemə düşməyən hansını əməl edək? Bu hansındadır? Və ziddiyyət görürlər. Halbuki, hədis alimlər nə qoyublar? Qayda qoyublar, şaz qaydası. Şaz nədir? Müxalifətü siqətü limən hu avlə minhu. Siqa ravinin özündən daha üstün oluna müxalif olması şazdır. Hədis elmində qəbul olunmayan hədisdir. Və bunlardan ikisindən biri qəbul deyil. Hədis kimi. Və yaxud da cəm edirlər. Cəm yolları var, deyilmi? Cəm nə deyince ki, burada Əbu Bakır Əl-Əsram rahimehullah cəm edib, ki, İmmə təkun həzihi səə təntaqilu fil əvqati kə tənəqqul leylətil qadri fi ləyəl əşar. Deyir ki, və yaxud da deyir, bu bəzi cümə günləri deyir. Bu saatda olur, bəzi cümə günləri axır saatda. Bu nə edir? İntiqal olur, yeri dəyişir. Misal üçün, bu cümədə cümənin ortasında olacaq. Gələn cümədə axırında olacaq. Nəyə görədir bu? İnsanlar həmin vaxtlar dua ilə keçirsin deyə. Deyir, necə ki, Qədir gecəsinin yəni Qədir gecəsinin vaxtı necə yəni 21-nə, 23-nə, 27-sinə, 29-unda gəzir, tənəqqül edir birisindən o birisinə, eləcə burada da elə deyir. Görürsən ki, alimlər necə cəm edirlər, subhanallah. Ona görə, amma daha çox alimlər bunun üzərindədir ki, yəni onlar nə etmək? Axır saatında daha güclüdür, daha təkidlidir. Yəni Allah bilir daha doğrusunu. Və həmçinin bu barədə yəni Peyğəmbər sallallahu əleyhi və səlləmin sahabeləri də ixtilaf etmişdilər. Abdullah ibn Sələm rahimehullah radiyallahu anhu deyir ki, o axırıncı saatda namazda olan kəsə aiddir. Axırıncı saatda
namazda olan kəsə aiddir və Abu Hureyra radiyallahu anh etiraz edir. Deyir ki, bəs Allah Resulü sallallahu aleyhi və səlləm axır saatda məğribə yaxın namaz qılmağı qadağan edib axı. Deyir ki, yox, sən eşitmədinmi? Əgər kim bir namaza girib, yəni əsr namazına girib, məğribə qədər qalarsa orada bir namazda olmuş kimi olar. Yəni onun duası da sanki namazda olmuş dua kimi olar və belə Abdullah ibn Sələm nə etmişdi? Həmin hədisi şərh etmişdi. Və həmçinin cümə gününün faydalarından cümə günü Peyğəmbər sallallahu əleyhi və səlləmə salavatı çoxaltmaqdır. Bu barədə çoxlu fəzilətli hədislər var. Hansı ki, onlardan ən fəzilətlisindən biri də odur ki, Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, cümə günü və gecəsi mənə salavat deməyə çoxaldın. Əgər kim mənə bir dəfə salavat deyərsə, Allah ona 10 dəfə salavat deyər. Və həmçinin başqa hədisdə deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm kim mənə bir dəfə salavat deyərsə, Allah ona 10 savab yazar. Onu 10 dərəcə qaldırar və onun 10 günahını silər. Allahu akbar. Və həmçinin bir hədisdə gəlib ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin sahabələrindən biri deyir ki, ya Rasulallah, mən deyir, bütün vaxtımı sənə salavatla keçirəcəm. Deyir ki, İdən tuğfər qəmbuk və tudhəbu hammuk. Deyir ki, sənin deyir, günahın bağışlanar və qəmin kədərin gedər. Qəm, kədər ümumidir. Onu alimlər deyir ki, əgər kim qəminin, kədərinin, borcunun, probleminin getməyini istəyirsə, qoy salavatı çoxaltsın. Vallahi görəcək necə əcaib təsirləri var. Necə dəhşət salavatın təsirləri var. Ona görə salavat demək, necə ki, yəni Ali ibn Hüseyn rahimehullah rəhmətən vasiyə əhl-i beytdən olub. Deyir ki, əhl-i sünnənin simaları necə ki, ondan Asbahani rivayət edib. Deyir ki, əhl-i sünnənin simalarındandır Peyğəmbər sallallahu əleyhi və səlləm çoxlu salavat demək. Hara çatdın salavat denən, hardasan salavat denən. Bu əhl-i sünnə və cəmaatın simalarından biridir. Hansı ki, bu görürsən ki, çox tərk olunan, yəni sünnələrdən biridir. Və həmçinin 13-cü Kəhf surəsini oxumaq. Kəhf surəsini oxumaq barəsində də çoxlu fəzilətlər var. Yəni onun 2 cümə arasında onun üçün nur olar və 3 gündə əlavə olar. Və onun üçün özü ilə Kəbə arasında nur saçar. Və həmçinin özü ilə o birisi cümə arasında nur saçar. Onun alimlər ki, Kəbə, yəni Kəhf surəsi həm zaman, həm də məkan nurudur. Və həmçinin Kəhf surəsi Quran-ı Kərimdə böyük mövzular var. Ədəb, əxlaq, elm tələbi və həmçinin münkəri inkar etmək və digər axirətə iman, yəni belə mövzularla, yəni Kəhf surəsi, yəni böyük faydaları var. Ona görə hər cümə günü oxumağı Peyğəmbər sallallahu əleyhi və səlləm məşru etmişdi ümmətinə. Və həmçinin 14-cü yəni fayda cümə günü sədəqə vermək. Cümə günü sədəqə vermək İbn Cəvzi rahimehullah deyir ki, lakin sədəqəni məsciddə yox, məscid xaricində vermək lazım. Və bu da litakun sadaqatuhu xaricəl məscid. Onun sədəqəsi məscidin içində yox, məscidin çölündə olsun. Nəyə görə? Çünki cümə günü bərəkətli gündür. O gün olunan ibadətlər də bərəkətlidir. Həmin gün olunan sədəqənin də başqa nəyi var? Bərəkəti var. Yəni bu barədə xüsusi bir hədisin olduğunu bilmirəm Peyğəmbər sallallahu aleyhi və səlləmdən. Lakin bu barədə sələflərdən kifayət qədər əsərlər var cümə günü verilən sədəqələr haqqında. Və 15-ci deyir ki, cümə gününü axirət əməlləri üçün xaslaşdırmaq. Deyir ki, və yəkufu an cəmi əşğali dünya. Deyir, dünya məşğuliyyətlərinin başını buraxmaq. Dünya məşğuliyyətlərinin başını buraxmaq. Yəni, onlarla neyləmək, çox məşğul olmamaq və yaxud da az məşğul olmaq və yaxud da azaltmaq. Cümə günü o belə insanda hazırlıq olmalıdır. Bu qədər yəni kifayətdir bu günlük üçün. Allah bilir daha doğrusunu. Allah Azza və Cəllədən diləyirəm ki, bizə əməl etməyə müvəffəq etsin. Allah sizdən razı olsun. Və sallallahu və səlləm və barak alə nəbiyyina Muhammedin və alə alihi və sahbihi ecmaîn.